Kompensasiya deyərdim ki, Kanadada bu daha çox inkişaf olub, daha çox mürəkkəbdir. İlk öncə hər bir vilayətin öz qanunları var və vilayətdən asılı olaraq sən həmin qanunlara riayət eləməlisən. Məsələn, burada Kanadada hər vilayətin öz minimum əmək haqqı var. Halbuki Azərbaycan federal dövlət olmadığı üçün tək yeganə əmək haqqı var. Kanadada bu ingilis dilində pay equity deyilən bir anlayış var. Yəni ki, bir geniş anlayışdır, amma sırf Kanadada danışanda bu kişilərlə qadınlar arasında oxşar işi görən kişi və qadın arasında əmək haqqı fərqi çox böyük olmamalıdır. Və məsəl üçün biz Quebec və Ontario vilayətində belə bir qanunvericilik var. Bizim şirkət qeyd edən kimi həmin vilayətlərdə ofislərimiz olduğu üçün biz müəyyən vaxt aşırı həmin hesabatları dövlətə dövlətə yox, həmin vilayətə təqdim eləməliyik və sübut eləməliyik ki, oxşar dərəcədə, oxşar vəzifədə çalışan kişilər, qadınlar arasında böyük əmək haqqı fərqi yoxdur.